Axta miflərlə zəngin, heç bir həqiqət payı olmayan Böyük Ermənistanın böyük tarixini, eyni zamanda özlərini hay adlandıraraq köklərini qədimə bağlamaq istəyən erməni toplumunun nə dünyada tanınan Armeniya adı, nə də xalqı ilə bir bağlılığı var. Ermənilər özlərini hay adlandırır, Hayestan adlandırır, Dağlıq Ermənistan adlandırır, Ararat dağı qoyur adını, hətta deyir Nuh Peyğəmbər bura gələndə ilk dəfə ermənicə danışıb. Bütün bunlar hamısı həqiqətən yalan və cəfəngiyatdır. Armanı, Armeni. Yəni başqa sözlə desək, həmin Armani və indiki Ermənistan və belə deyim, Armeniya deyilən və ərəb mənbələrində Erməniyə deyilən həmin inzibati ərazi bölgüsünün yenə də ermənilərə heç bir aidiyyəti yox. Adını çəkdiyim Erməniyə vilayətidir. Yəni Dəclə və Fərat çaylarının yuxarı axarında olan həmin ərazi Manna dövlətinin ərazisi olub. Həmin ərazidə bölgədə yaşayan belə deyim əhali Ermannalılar, yəni Ermani deyilən bir ərazi olub ki, yəni Mannada yaşayan ərənlər, igidlər, döyüşçülər, kişilərdən söhbət gedir. Onda sual yaranır. Heç bir dayanıqlı mənbəyi olmayan, adı başqa bir yerdən oğurlanan, tarixi fərqli miflərlə zəngin olan bu xalq Qafqaza hardan gəlib? Necə olub ki, özünə dövlət qurub, qonşu ölkələrin torpağına göz dikib? İndiki özlərini ermənilər adlandıranların ulu babaları, yəni əcdadları Hindistan ərazisindən köçüb gəlmiş qaraçılar olub. Və onlar orada deməli belə deyim, insanlığa yaraşmayan hərəkətlər etdiklərinə görə həmin əhali qrupunu oradan qovublar. Və onlar belə deyim, artıq gəzə-gəzə gəlib həmin o bayaq dediyimiz Erməniyə vilayətində kök salıblar və bir müddət keçəndən sonra orada yaşayan əhalinin tarixini, əfsanələrini, miflərini, bütün belə deyim, məişətdə istifadə etdiyi bütün şeylərin hamısını, hətta xörəklərini belə özlərinin adlarına çıxmağa başlayıb. Ayşe Xornelinin kitabında belə bir cümlə var. Deyir, biz az saylı, həmişə digərlərinin rəhbərliyi altında yaşamış tayfa olmuşuq. Bu gözəl bir etirafdır. Ukraynada yaşayan, Xarkovda yaşayan Filip Ekozyan açıq şəkildə elan elədi ki, ermənilər əl çəkin, mən də deyir erməniyəm, siz əl çəkin bu uydurmalardan. Miflərlə bu qədər yalançı tarix yazmaq olmaz. Artıq özləri də etiraf eləyir. Ermənilərin Qarabağa köçürülməsi isə Türkmənçay və Ədirnə müqavilələrindən sonra başlayıb. Çar Rusiyası bölgədə özlərinə xristian dayaq yaratmaq üçün erməniləri kütləvi şəkildə bu əraziyə köçürüb. 1836-cı ildə Alban kilsəsinin ləğvi ilə azlıqda qalan albanların erməniləşdirilməsi nəticəsində isə Qarabağda erməni toplumu özünə yer edə bilib.